إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və əlhəmdülillah yenə görüşdük sizinlə bu mübarək ayda, təqva ayında. Baxmayaraq artıq yola salırıq bu ayı, lakin xeyri, bərəkəti hələ də davam etməkdədir. Və bu ayı yola salırıq deyəndə yola saldığımız bu ay adi aylar kimi bir ay deyil. Adi günlər kimi bir gün deyil. Əksinə bu ay bir meydan idi. Qəlblərin həqiqətini ortaya qoyan bir meydan idi, yarış meydanı idi. Və Allah Teala bu ayı rəhmət olaraq verib bəndələrinə, onları bağışlasın deyə. Ona görə sələflərin həyatına baxanda bu aya necə daxil olurdular? Onlar üçün bu ayın gəlməsi ibadətin artırılmasından başqa bir şey deyildi. Yoxsa ki, o əməlləri başqa aylarda da eləyirdilər. Onlar üçün Ramazanın gəlişi yenilik deyildi. Əksinə olanı təzələmək idi, artırmaq idi. Fərq nə idi digər aylardan bu ayla onlar üçün? Onlar üçün bu ay sadəcə əlavə idi. Artıq ibadət idi. Çünki o oruc, o namaz, o ibadətlər hansı ki var bu ayda, digər aylarda da var. Ona görə bu ay bir meydan idi. Bu ay insanların fürsəti idi, istifadə eləsinlər. Ona görə hər kəs öz nəfsini bu ayda tanıyır və tanıdı da. Ona görə qayıtsa insan öz nəfsinə baxa bilər. Nəfsinin qulu oldu bu ayda, şəhvətlərinin əsiri oldu, yoxsa ki Allah Taala'nın qulu oldu. Gör bu ay sənə necə təsir edib. Bax, əgər bu ayda sən Allahın razılığı üçün imtina edə bilmisənsə günahlardan, gözünü haramdan çəkə bilmisənsə, dilvi qoruya bilmisənsə bu 30 gündə və ya tamamlanacaq 30 gündə, qarnını qoruya bilmisənsə, övrətini qoruya bilmisənsə, deməli sənin üçün bu ay çıxandan sonra bir bəhanə yoxdur. Bacarırsan haramlardan dayanmaq. Ona görə Ramazan qurtardı, ibadət qurtardı demək deyil. Əksinə Ramazan qurtardı, imtihan başlayır. Çünki Ramazanda ibadətlər asan idi. Şeytanlar bağlanmışdı, azğın şeytanlar. Allah Teala asanlaşdırmışdı ibadətin səbəblərini. Və ən böyük müsibət, fəlakət odur ki, insan bu aya necə daxil olub, elə çıxır. Yəni, heç nə dəyişməyib bu ay onda. Yəni, ayın getməsi özü fəlakət deyil. Bu Allahın nizamıdır. Bu günlər, gecələr bir-birini əvəz eləməsi Allah Taala'nın nizamıdır. Bu gəlib gedəcək. Fürsət kimi. Məhdud sayda sayı bəlli günlər Allah Teala verib insanlara rəhmət olaraq dedik. Və sayı bəlli olan günlər əbəs yerə adlandırmayıb. Çünki bir şey ki sayılır, o tez gəlib tez gedəndir. Hətta bədəvi ərəblər öz aralarında deyirdilər, ay 13 olanda deyirdilər ki, ay qutarıb artıq. Artıq biz 13-dən də çox, 20-dən çox günləri geridə qoymuşuq bu ayın. O fürsət hansı ki gözləyirdik, ona daxil olmuşuq, artıq yola salırlar. Ona görə ay qurtardı, imtihan başlayacaq. Şəhvətlərlə imtihan olunacaqsan, şübhələrlə imtihan olunacaqsan. Ona görə müsibət ayın çıxması deyil. Müsibət odur ki, ay çıxanda tövbən də oyla çıxsın. Bu tövbə ki edirdin bu ayda, bu günahlardan ki bağışlanma istəyirdin Allah Taala'dan, qorxurdun,
Gecələri namaza qalxırdın, yatağını tərk edirdin, gözlü çəkirdin, dilvi qoruyurdun. Onlar bu ayın çıxması ilə getsə, müsibət odur. Müsibət günlərin itməsi, yetməsi, bükülməsi deyil, bağlanması deyil. Müsibət odur ki, Allah Taalaya üz tutduğun o qapını özün özünə bağlayasan bu ay çıxandan, bu ay gedəndən sonra. Ona görə fikir versək Allahın kəlamına, itayətin ən gözəl misalı, hansı ki insan itayətli olub, sonra onu dağıdır. Allah Taala ona misal çəkib. Ayələrin birində, Nəhl surəsində 92-ci ayədə misal çəkib. Deyir ki, وَلَا تَكُونُ كَلَّتِي نَقَدَتْ غَزْلَهَا مِنْ بَعْدِ قُوَّةٍ أَنْكَاثًا. Deyir ki, Allah Taala ipliyini möhkəm əyirən, toxuyan, sonradan onu dağıdan qadın kimi olmuyor. Necə ki, qarı ipliyi əyirir möhkəm, nəsə toxuyanda bərk düzəldir, yumaq eləyir, sonra sökür, dağıdır hansısa səbəbdən. Allah Taala deyir ki, bu qadın kimi olmuyor. Yəni, sanki Allah Taala deyir ki, sənə Ramazanda toxuduğun o təqvanı dağıtma. Öz əlinlə toxuduğun, hansı ki, ibadətə dururdun gecələri, gündüzləri oruc idin. O iki əməl, hansı ki, Allah Taalaya ən sevimli əməllərdəndir. Oruc və namaz, o əzəmətli bina hansı ki, tikmişdin. Bu ayda dağıtma bu aydan sonra. Bu ay çıxandan sonra, bayramdan sonra o ipləri bir-bir qopardıb parçalama. Ona görə gecələri inşa etmisənsə, bina etmisənsə, gündüzləri dağıtma. İmanın, Allah'a yaxınlığın şirinliyini dadmısansa bu ayda, bu ay çıxandan sonra qəflət palçığına qayıtma. Yenidən qəflət yuxusuna qayıtma. Namaz qılmısan, oruç tutmusan, Allah Taaladan qorxmusan, sədəqə vermisən, Allah Taaladan hər gün bağışlanma diləmisən, cəhənnəmdən azad olmağı istəmisən. Ona görə diqqət et ki, o tikdiyin o bina fəsad olmasın. Ona görə Allah Taala deyir ki, ya eyyuhellezine amenu atiullaha və atiur rasul və la tubtilu a'malakum. Deyir ki, ey iman gətirənlər, Allah elçisinə itaət edin, əməllərinizi puç eləməyin, batil eləməyin. Ona görə nə qədər qul var ki, bu yolda yorulub, yəni addımlayıb bu Ramazanda, yorulub, məşəqqətlərə qatlanıb, lakin yolun sonunda xəsarətə uğrayıb. Və ya yol bitəndən sonra, artıq ay çıxandan sonra xəsarətdədir, qayıdıb yenə əvvəlki halına. Göz yaşı tökürdüsə bu ayda, bu göz yaşı daşdaşıb, bu göz yaşı quruyub. Niyə? Çünki qəlb artıq quruyub, daşdaşıb. Ona görə Ramazan əslində səbəbdir qəlblərin yumuşalmasına. İstəyirsən ki, qalsın elə, o ibadət gedirdin, onu davam elə. O əməllər şansı ki, bu ayda eləyirdin, o əməllər digər aylarda da var. Qoyma, qəlbin sərtləşsin, daşdan da daha sərt olsun. Necə ibadətə riayət edirdinsə, sübh çağı Allahdan diləyirdin, bağışlanma, ağlayırdın. Ona görə başlanğıcla aldanma. Demək ki, başlanğıcı yaxşı başlamışdım. Bu mənə yetər, yox. İbrət başlanğıcda deyil. İbrət yola alovlu çıxmaqda deyil. İbrət nədir? Yolun sonuna salamat çatmaqdadır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisi dəlil də ona deyir ki, innəməl əməlu bil xavatim. Həqiqətən əməllər sonuncuya görədir. Əməllər sonuncuya görədir. Ola bilər ki, insan ayın əvvəlində riayət eləsin hər şeyi, Allahın dilədiyi kimi ibadətə dursun, lakin sonunda dağıtsın hər şeyi. Ayın əvvəlində sadiq olsun Rəbbi ilə, güclü vaxtı sadiq olsun, fəal olduğu vaxt sadiq olsun, əməllərə riayət eləsin olduğu kimi. Lakin fitnə vaxtı görürsən ki, sınır, əzilir, azır yoldan. Ona görə qul var ki, əvvəlində başlayır, sonunda xəsarətə uğrayır. Lakin qul da var ki, sonunu gözəl elədiyi üçün Allah Taala nicat verir ona. Və bu da Allah Taala'nın təqdiridir, qədəridir. Yazıb əcəli və əməli də sonuncuya görə edib. Ola bilsin, insan əvvəldə cəhənnəm əhlinin əməlini etsin, lakin sonunda kitab onu qabaqlasın, sonunda cənnət əhlinin əməlini etsin, cənnətə daxil olsun. Ya da ki, əksinə, əvvəldən cənnət əhlinin əməlini eləsin, sonunda kitab onu qabaqlasın, Allah qorusun, cəhənnəm əhlinin əməlini etsin, cəhənnəmə daxil olsun. Ona görə insan qəlbini hesaba çəkməlidir, hesaba çəkilməmizdən əvvəl baxmalıdır ki, Ramazan nə iz qoyub onun üçün.
Çünki Ramazan bir mədrəsə idi. Və Ramazan mədrəsə olmamışdan əvvəl onsuz da əmr olunmuşdur bizə ki, axirətimiz üçün nəsə hazırlayaq. Ya əyyuhəllezîne âmenû ittaqullah. Allah təala ki, ey iman gətirən Allahdan qorxun. Və tenzur nəfsun mə qəddəmət liğad. Hər bir nəfs baxsın ki, sabah nə hazırlayıb özü üçün. Sabah axirət qəsd olunur. Yəni axirətə çıxdığında, Allahın huzuruna çıxanda nə ilə çıxacaqsan? Çünki Ramazan bəzək deyil ki, keçici bəzək deyil ki, geyindin, çıxartdın. Və ya libas mövsümü deyil ki, hiss elədin mövsümü, sonra mövsüm çıxan kimi o hissiyyat ölsün. Yox, Ramazan risalə idi. Hər il Allah Teala verir bəndələrinə. İstədiyini çatdırır, ona istədiyini çatdırmır. İstədiyi ilə o mövsüm arasına maniyə qoyur qəbir. O mövsüm hansı ki risalədir, sənə deyirdi ki, gəl. Yəni, xeyr istəyən üst tut. Şər istəyən üst çevir, get. Gəl nəfsinlə mübarizə apar. Ona görə 30 gün mübarizə apara bilmisənsə nəfsinlə, bəhanən yoxdur ki, 30 gün çıxandan sonra ömrünün qalan hissəsində deyəsən ki, bacarmıram, təslim ola bilmirəm Allahın əmrlərinə, ağır gəlir. Ona görə demə ki, yorulduq. Bu ayda yorulduq. Yox, deyən əksinə ki, imanın şirinliyini dadtıq, imanın ləzzətliyini dadtıq və bu şirinliyi dadandan sonra kör olmayacaq bir daha. Demək ki, mövsüm qurtardı. Əksinə de ki, yolu tanıdıq, bildik Allah Teala bizdən nə istəyir. Bundan sonra daha azmayacaq. Demək ki, Ramazan keçdi, getdi. Əksinə, bu Ramazanın Rəbbi digər ayların da Rəbbidir. Sağdır, əbədidir. Allah Teala ölmür. Və bil ki, yəni, qayıdış qapları, Allaha dönüş qapısı Ramazanla bağlanmıyor. Və dönüş qapısının şərtindən deyil ki, mütləq Ramazanda dönməlisən Allah Teala'ya, başqa aylarda yox. Ona görə ayədə nə deyir? وَاَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ. Allaha, Rəbbinizə qayıdın, ona təslim olun. Bu il boyudur. Əksinə, qayıdış Ramazanın adəti deyil. Ki, Ramazanda adət edəsən qayıdışı yox. Əksinə, bu ömrün vəzifəsidir. Allaha qayıdış ömrün vəzifəsidir. Və qəlbin səfəri nə vaxt qutarır Allah Teala'ya doğru? O vaxt ki, ölüm ayrılır onun, o səfərdən. O vaxt ki, qəbir mani olur. Ona görə Ramazanın əlamətini bilmək istəyirsəniz ki, Ramazan sadəcə keçid mövsümü deyildi. Bax, Ramazan nə iz qoyub səndə? Əgər nurdan bir yara qoyubsa səndə, nurdan bir iz qoyubsa özündən, Ramazanda etdiyin əməllərin sıxıntısını, naqislik etdiyin deyə sıxıntı hiss edirsənsə və Ramazanda olunan əməllərə daha çox susamısan, yenə eləmək istəyirsənsə, necə ki, sələflər peşman olanda, ölüm ayağında deyirdilər ki, gündüzləri susuz qalmağa, gecələri ibadətdə keçirmək üçün sadəcə sıxıntı hiss edirik, darıxırıq. O varsa bil ki, xeyirdəsən. Yox, əgər əksidirsə, Ramazanda etdiyin əməllərlə fərəhlənirsənsə, öyünürsənsə, arxayınsan ki, o əməllər sənə bəs edəcək, ola bilər xəsarət olsun sənin üçün, sən hiss eləmədən. Əksinə, Ramazan yol idi və o yol qurtaranda insan tənbəlliyə qayıtmamalıdır. Yenidən tənbəlliyə qurşalmamalı. Əksinə, qayıtmalıdır ibadətlərə, necə Ramazanda edirdi. O fərz ibadətlər öz yerində, nafilə ibadətlər öz yerində və çalışmalıdır artırsın nafilə ibadətlər. Çünki bu oruc, hansı ki bu ayda var, o digər aylarda da var. Sələflər onun yerini yetirirdi. Onlar üçün yenilik deyildi bu ay. Sadəcə əməlin artırılması idi dedik. Namazlar o aylarda da var. Ona görə fərzləri yerinə yetir, nafilələri artır. Bəs edir ki, Allah Teala buyurub ki, necə Peyğəmbər s.ə.v rəvayət edir Rəbbindən qüdsə hədisdə, deyir ki, qulum mənə ən sevimli olan, yaxınlaşdığı əməl ona fərz etdiyimdir. Allah ən sevimli əməl, fərz etdiyi əməllərdir, hansı ki, o ilə yaxınlaşırsan Allah Teala'ya. Sonra deyir ki, qulum nafilə ibadətlərlə o qədər mənə yaxınlaşmaqda davam edər ki, onu sevərəm. Allah Teala'nın sevgisi nədir? Allah Teala əgər sevirsə səni, deyir ki, onun görən gözü olaram, tutan əli olaram, gedən ayağı olaram. Məndən istəsə ona verirəm, sığınacaq istəsə ona sığınacaq verirəm. Ona görə Ramazanı axır əhd eləmə Allahla öz aranda. Əksinə, Ramazan mədrəsədir, öyrədir sənə ki, bu ayda oruc var və bu ayın orucu
il boyu orucuna səni sövq eləməlidir ki, il boyu haramlardan oruç tutmalısan, haramlardan uzaq olmalısan, günahlardan uzaq olmalısan. Bu ayda Quran oxudunsa, son əhd olmamalıdır. Əksinə, Quran hər il oxumalısan, il boyu oxumalısan. Quranı bacardığı qədər Allahın kitabına yaxın olmalısan. Sədəqə verirdinsə, digər aylarda da sədəqə verəsən. Baxmayaraq, bu ayda əzəmətlidir. Allahın kəlamını oxumaq da, çünki bu ayda nazil olub, bu ayın orucu da, çünki Peyğəmbər s.ə.v bu ayla bağlı orucu xüsusi dəyərləndirib ki, onu imanla, savabını Allahdan umaraq kim tutarsa, keçmiş günahları bağışlanar. Nə deməkdir bu? Yəni, insan etiqad edərsə ki, bu ayın fəzilətini, etiqad edər ki, Allah Teala vəd verib bu ayın orucunun savabını verməyi, Allah Teala neyinir? Onun keçmiş günahları bağışlanır. Nə deməkdir? Yəni ki, heç nə qalmır. Etdiyi o pis əməllər, hansı ki, yazılıb dəftər, hamısı silinir. Allah Teala yox edir onu. Eləcə də ibadətdə keçirərsə, eləcə də Qədr gecəsini imanla, savabını Allahdan umaraq keçirərsə, Allah Teala onun keçmiş günahlarını bağışlayır. Ona görə Ramazan sonuncu əhd olmamalıdır. Necə Ramazanda ibadəti sevirdinsə, Ramazandan sonra da o ibadət sənə sevimli olmalıdır. Sabitlik qapları Ramazandan sonra da var. O qaplardan istifadə eləməlisən. Ona görə fikir ver, Peyğəmbər s.ə.v Şəvval ayının 6 gününün orucunu elə belə vurğulamayıb. Göstərib ki, ibadət dayanmır Ramazanla. Davam edir. Kim Ramazanın orucunu tutarsa, sonra 6 gün Şəvvalın orucunu tutarsa Ramazandan sonra bütün ili oruç tutmuş kimidir. Bütün ili oruç tutmuş kimidir. Və insan ömrü də belədir. İnsan ömrü hamısı fürsətdir. Allah Teala onu fürsət olaraq verib bizə. Ta ki ona çatana qədər, onu ilə qarşılaşana qədər. Ona görə gəlib bir hədisdə ki, xeyri ömrünüzün hər günündə eləyin. Sadəcə nə deyir Peyğəmbər s.ə.v? Deyir ki, ömrünüzün hər günündə xeyir göstərin Allah Teala'ya, xeyr əməl edin. Allah Teala'nın bəndələrinə əstirdiyi rəhmət mehi var. Müəyyən mövsümlərdə əsdirir o mehi. Niyə? Onları bağışlamaq üçün. Və deyir ki, bəndələrindən istədiyini o mehi toxundurur. O mehdən dəyir bəndələrinə. Ona görə Allaha dua eləyin ki, Allah Teala sabit eləsin sizi, necə bu Ramazanda edib. Və qərblər necə bilirsə, insanın öz əlində deyil, Allah Teala'nın əlindədir. İstədiyi kimi çevirir. Peyğəmbər s.ə.v ona görə duasında daima deyirdi ki, ey qəlbləri çevirən, qəlbimi dinində sabit et. Və Allah Teala da bizə öz kəlamında öyrədib ki, biz o duanı eləyək ki, deyək ki, Rabbənə lə tuzigh qulubənə bə'də iz hədəytənə. Ey Rəbbimiz, bizi hidayət edəndən sonra qəlbimizi azdırma. Və Peyğəmbər s.ə.v də buna əməl edirdi. Dua edirdi. Ona görə necə əmin ola bilərik ki, yəni itaət mövsümü çıxandan sonra o şəhvətlər, o fitnələr, o qəflətlər hansı ki, üz tutub gələcək üzərimizə, onda sabit qala bilərik. O qapılardan daxil olmaya bilərik. Ona görə də əgər istəyiriksə o xeyir davam eləsin, o itaət qapısını sabit saxlamalıyıq. Allah Teala o qapını verməyib bizə ki, ondan istifadə eləyək, sonra qovsun bizi. Yox. Əksinə o qapını açıq qoyub və bəndəsi üçün xeyir istəyirsə, bəndəni müvəffəq edir o salih əmələ. Ona görə deyir ki, sallallahu aleyhi və səlləm, Allah Teala əgər bir bəndəsinə xeyir istəyirsə, ona əməl etdirər. Dedilər ki, sahabələr, ya Rasulullah, necə əməl etdirər? Dedi ki, sallallahu aleyhi və səlləm, ölməmişdən qabaq onu salih əmələ müvəffəq eləyər. Onu salih əmələ müvəffəq eləyər. Ona görə Allah Teala'ya dua eləyin. Xüsusən də bu günlərdə, Ramazanın son 10 günü, Ramazanın xülasəsidir, qaymağıdır, özəyidir. Və necə bilirsiniz, bu günlərdə bir gün var ki, 1000 aydan daha xeyirlidir. Qədr gecəsi var. O gecədə ibadəti Peyğəmbər s.ə.v əzəmətləşdirib, səhabələri əzəmətləşdirib, axtarıblar son 10 gündə, bitir günlərində xüsusi olaraq və 1000 aydan xeyirlidir. Yəni o 1000 ay ki, onda Qədr gecəsi yoxdur. 1000 ay ibadət, hansı ki, içində Qədr gecəsi yoxdur. Bir gün ibadət, Qədr gecəsi olan o 1000 aydan daha xeyirlidir. Ona görə Ayşə radiyallahu anh deyirdi ki, ya Rasulullah, görsən o günə müvəffəq olsan nə deyim? Peyğəmbər s.ə.v öyrədir ona duanı. Deyir ki, de ki, Allahım, sən bağışlamağı sevənsən. Yəni bağışlayansan, bağışlamağı sevirsən, mənə də bağışla. O demək deyir ki, Ayşə radiyallahu anh dua etməyi bilmirdi. Yox, bilirdi. Möminlərin anası idi. Ən
fəqih qadın idi. Allah elçisini tanıyan ən elmli səhabələrdən biri idi. Ən çox hədis rəvayət edən səhabə ən əfsəl olanı soruşur Peyğəmbər s.ə.v. Yəni soruşur ki, hansı dua daha əfsəldir, dil üçün daha təmizdir deməyi, daha pakdır, yalvarmaq üçün daha yaxşıdır. Peyğəmbər s.ə.v də onu öyrədir buradan. Demir ki, mülk istə, mal istə, vəzifə, şərəf istə. Deyir ki, bağışlanma istə. Çünki Allah Taala'nın bağışlanmağına nail olarsa böyük bir uğura çatar, böyük bir zəfərə çatar. Allah Taala'dan deyirəm ki, Allah Taala necə bizi çatdırıb Ramazana, onu bizim üçün axır əhd eləməsin itayəti ilə. Allah Taala qəlblərimizi dinində sabit eləsin. Bizi irəlilədikdən sonra geriləməyə qoymasın. Tikdiyimiz bu itayəti dağıtmağa qoymasın. Biləndən sonra qəflətə qayıtmağa macal verməsin. İtayətdən sonra asiliyə qaytarmasın. Allah Taala bizim oruclarımızı, ibadətlərimizi, dualarımızı və digər əməllərimizi qəbul etsin, bağışlasın bizi, valideynlərimizi və bütün müsəlmanları. Və harada zəif müsəlmanlar varsa, Allah Taala onlara kömək olsun, acılarını doyursun, zəiflərini doyursun. Allah Taala ölkəmizi xeyir, bərəkət diyarı etsin, əmin-amanlıq diyarı etsin, əmin-amanlığını daim etsin. Ölkə başçımızı qorusun, onu xeyir işlərə müvəffəq eləsin, xeyirdə ona dəstək olan insanları ətrafında cəm etsin. Şər, məkirli, xain insanları ondan uzaq etsin. Biz eşidib faydalardan etsin. Qulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəyiril müslimin min kulli dəm fəstəğfiruhu innehu huvəl ğafurur rahim.